Xırdalan bazarın alt üst edən bir dənə ev tapmışam sənin üçün. 2 mərtəbə, 3 otaq, tam təmir, bəzi əşyalar qalmaq şərti ilə cəmi cümlətəni 65.000 manata. 65.000 manata 2 mərtəbə, avtobusda düz qapının ağzından keçir. Ən yeni, ən ideal evlər qardaşımdadır. Keçər. Bax, evin əsas giriş səsi buradır, daxil oluruq. Bir dənə mətbəx mebeli pay. Götür apar. Kombi var, radiatorlar var. İkinci mərtəbənin çıxışı buradandır. Burada yerləşir, həyətini də göstərəcəm, video axıra qədər baxın. Burada yerləşir evin hamamı, ayaqyolusu. Evin daha yox söhbəti yoxdur da. Bunda belə deyim də, nəsə axtarırsan, çatmasın, elə şey yoxdur. Gəl. Hər şey var. Qoşadaşla tikilib, şəxsi istifadə üçün tikilib. Bura evin qonaq otağıdır. Kurqon bir dənə fırlanaq göstərək qonaq otağın. Tam təmir, super təmir. İstəsən, istədiyin bir əşyanın pulunu verəcəksən, qalacaq. Qəşəng qiymətdir. Gəl bura. Deməli, evin belə bir həyəti var. Bax, göstərir. Belə bir həyəti var. Göstər buradan. Tam olaraq. Gəl bu tərəfdən də göstər. Bax. Belə bir həyəti var. Görürsən, bu belə. Kombisinin yeri buradadır. Ehtiyac tut sənidir. Ehtiyac da yoxdur. Ona qəşəng güllər, çələr, reşotkası burada vurulub. Qabağın avesti. Bunu göstərdim. İndi isə qalxırıq hara? Evin ikinci mərtəbəsidir. Evin ikinci mərtəbəsidir. Super təmir, qəşəng ev. Gəl. Gəl qardaş, gəl. Bax, burada yerləşir evin yataq otağı. Pəncərəsinin qarşısı açıqdır. Heç kimin evin eşiyinə baxmır. Qardaş, çıxdın, düz yol. Avtobus qapının düz baba. Qapını açsan, avtobus götürür səni aparır. Bir il başa elə vəziyyətdir. Gəl. Bir dənə geniş, çox geniş. Bax. Yataq otağına bax. Yataq otağının genişliyinə bax. Sonra denən ki, bu evin qiyməti, bu qiymətə bahadır yoxsa ucuzdur. 65.000 manata avtobus qapının ağzından keçir. Gəlirsən qiymətdə də, indi birimiz razılaşar da 5-dən aşağı, 5-dən yuxarı. Gələrsən danışarsan inşallah. Real alıcılar xahiş edirəm. Müraciət edin, gəlin. 2026-da qəşəng evlər çıxaracam satışa. Sağ olun, salamat.